Salam uşaqlar, bugün 20 sınaq işləyirik və axırıncı bizim sınağımızda 20-ci sınaqdır və tam paylaşmış oldum bu kitabı da. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Deməli, burada bizim dinləməmiz var. Gəlin ona da onu qulaq asaq, ondan sonra da tərcüməsini verim həmişə kimi və suallara keçərik. Прослушайте текст и выполните задание с 1 по 6. Все люди любят мечтать. Мечта – это надежда на лучшее. Она помогает нам бороться с трудностями жизни. Для многих людей их мечта становится важной целью. Они живут и работают для того, чтобы мечта стала реальностью. Мечты у всех людей разные. Кто-то хочет стать великим ученым, а кто-то космонавтом. Кто-то мечтает стать известным актером или спортсменом и побеждать на международных соревнованиях. Многие люди мечтают путешествовать по миру. Они хотят увидеть новые страны, познакомиться с разными народами, узнать их культуру и обычаи. Каждый ищет в путешествиях что-то свое. В мире очень много интересных мест, которые могут подарить человеку новые впечатления, обогатить его знания. Конечно, в наши дни есть возможность увидеть по телевизору любую страну. При помощи интернета совершить онлайн-экскурсию в любую часть света. Но людям недостаточно этого. Они хотят увидеть океан, поплавать в разных морях, посмотреть на водопады и озера. Многие любят жаркие страны, но есть и путешественники, которым нравятся холодные страны. В этих странах много снега, можно покататься на lыжах и коньках. Так, uşaqlar, indi mən onu tərcümə edim sizə. Görək söhbət burada nədən getdi. Yəni, bütün insanlar deyir, hayal qurmağa sevir. Hayal daha yaxşı gələcəyə ümiddir. O, bizə həyatın çətinlikləri ilə mübarizə aparmağa kömək edir. Bir çox insanlar üçün onların arzusu vacib məqsədə çevrilir. Onlar hayalın gerçəkləşməsi üçün yaşayır və çalışırlar. İnsanların arzuları müxtəlifdir. Kimsə böyük alim olmaq istəyir, kimsə ilə kosmonavt. Bəziləri məşhur aktyor və ya idmançı olub beynəlxalq deməli yarışlarda qalib gəlməyə arzuluyurlar. Bir çox insanlar dünyanı gəzməyə deməli arzuluyurlar. Onlar yeni ölkələr görmək, müxtəlif xalqlara tanış olma, onların mədəniyyəti, ədət-ənənələri ilə öyrənmək istəyirlər məsələn. Hər kəs səyahətdə özünü lazım olanı tapır. Dünyada çoxlu maraqlı yerlər var ki, insana yeni təəssüratlar bəxş edir və bilikləri artır məsələn. Əlbəttə, bugün televizor vasitəsilə istənilən ölkəni görmək mümkündür. İnternetin köməyi ilə dünyanın istənilən nöqtəsinə onlayn ekskursiya etmək olar. Amma bu insanlara kifayət etmir. Onlar okeanı görmək, müxtəlif dənizlərdə üzmək, şalalə, göllərdə, məsələn, göllərə baxmaq istəyirlər. Bir çoxları isti ölkələri sevir, amma elə səyahətçilər var ki, soyuq ölkələri bəyənirlər. Bu ölkələrdə çox qar olur, xizək sürmək və buz üzərində deməli sürüşmək mümkündür. Gəlin indi birinci sualımıza keçək. Əlbəttə ki, birinci sual определите основную мысль tekstə. Əsas ideya, söhbət burada uşaqlar nədən getdi? Əlbəttə ki, bütün insanların çox fərqli xəyalları var, düzdürmü? Ona görə də у всех людей есть самые разные мечты deyə ümumi olaraq deməli burada arzulardan danışırdıq da biz. Ona görə Y variantı burada seçə bilirik biz. Дальше 2-də. Так. Определите неверное утверждение по тексту. Yəni mətnə belə deyək də səhv olan bir variantı seçməliyik. Uyğun olmayan. Кто-то хочет стать космонавтом, а кто-то великим ученым deyir. Bəli, bu düzdür.
Putешествие по mиру mечtает немнogие люди. Deyir ki, dünyanı gezməyə arzu edənlər azdır deyir. Halbuki многие olar. Многие. Deməli, B variantı burada uyğun değil. Определите верный ответ на вопрос. Почему некоторые putешественникам nравятся холодные страны? Burada da sual belədir uşaqlar. Nəyə görə bəzi səyahətçilər soyuq ölkələri sevirlər deyə. Əlbəttə ki, belə deyim də, çünki onlar hər dəfə səyahət etmək istəyəndə yeni bir şeylər görmək istəyirlər də, yəni yeniliklər, yəni belə deyək də, həm də onlar məsələn çoxlu qar görmək istəyirlər. Bəlkə də onlar məsələn tutaq ki, Afrikada yaşayırlar, ona görə də soyuqda ölkələri bəyənirlər, istəyirlər ki, qar görək, xizəkdə məsələn sürüşə. Ona görə də biz deməli burada потому что хотят увидеть много снега и покататься на лыжах. D variantı deməli bizdə uyğundur. D variantı. Дальше. Дополните предложение словами из текста, yəni mətndən deməli tamamlamalıyıq. Burada yazılıb ki, в наше время в любую часть света можно совершить онлайн-экскурсию. Deyir ki, bizim belə deyək də, indiki vaxtda dünyanın istənilən yerinə onlayn bir tur təşkil edə bilərik. Düzdürmü? Necə? Əlbəttə ki, internet vasitəsilə, при помощи интернета. При помощи интернета. Напишите ответ на вопрос. Для чего многие люди живут и работают? Deyir ki, niyə bir çox insan yaşayır və işləyir? Əlbəttə ki, arzuları real olmaq üçün, düzdürmü? Nəyə görə çalışırlar, nəyə görə vuruşurlar? Əlbəttə ki, öz arzularını, belə deyək, gerçəkləşdirmək üçün, düzdürmü? Və yaza bilərik ki, для того, чтобы их мечта стала реальностью. Для того, чтобы их мечта стала реальностью. Стала реальностью. Реальностью. Так, дальше. 6-да. Напишите одно прилагательное из текста, которое характеризует слово цель. Məqsəd deyiriksə, əlbəttə ki, важная, да? Əsas məqsədimiz nədir? Важная цель. Дальше. 7-də. В каких словах количество звуков и букв не совпадает? Yəni, burada eyni olmayan həmi səs, həmi hərf hansıdır? Əlbəttə ki, Y variantı 1, deməli, 1-də, 2-də və 6-da. Yolka, правильно. Сколько слов употребляется со словом закрыть? Bağlamaq. Bağlamaq, məsələn, qapını bağlaya bilərik, şkafın ağzını bağlaya bilərik, kitabı bağlaya bilərik, gözlərimizi bağlaya bilərik. Deməli, 4. Так, дальше. Укажите слова с положительным и отрицательным значением. Deməli, birinci müsbət olan və sonra da mənfi olan, mənada olan sözləri. Əlbəttə ki, aktivni və bezgramatni. Так. Savadsız, yəni burada aktiv və savadsız. Определите неверное толкование слова. Так, burada da izahı düzgün verilməyən sözü tapmalıyıq. Так, ultimatum düzdür, istamatiya, şenik. Fundament. Uşaqlar, burada bu bina deyil də, memarlıq deyir, gözəl bir bina. Yox, bu fundament binövrə deməkdir. Так, укажите pары антонимов. Так, антонимlərə baxaq. Брать, отдать. Almaq, vermək. Интересно, скучно, maraqlı və darıxdırıcı və tez və yavaş. Так, deməli, C variantı onda uyğun gəlir də bura. Так, дальше. Определите pары синонимов. İndi burada yaxın mənalı sözlərim. Baxmalıyıq. Gəlin, baxaq. Стремительно, быстро, tez və нужно, необходимо, lazım. Bu şəkildə. Deməli, E1 və 2-dirsə E variantı. Определите правильный ответ. Мы видели в музее. Что мы видели в музее? Уже винительная падежда. Что мы видели в музее? Так. Мы видели, что старинное оружие.
В этом gороде много. Много deyəndə biz уже bilirik ki, родительный падежdə işlənir. В этом gороде много чего? Arxitekturных pametnikov. Uşaqlar, bu deməli kitabı paylaşanda, yəni bir fayldadır da, bilirsiniz. Hər bir kitabım bir fayldadır və orada da qayda var. Deməli, падежные окончания существительных və падежные окончания прилагательных. Yəni xallama deməli isimin və sifətin sonluqlarıdır. Və onlara bir də baxın, orada ətraflı tam mən hər dərsdə onu başa salmışam, izah etmişəm. Kim bilmirsə bir də ona baxsın. Leonardo da Vinci проводил, так, sonluqları buradadır. Leonardo da Vinci проводил что проводил? Эксперименты. Эксперименты какие? Интересные над моделями. Так, над чем? Над чем? Над моделями aeroplanов olacaq. Nad чем? Nad modeлями aeroplanov. Deməli, onda bizdə 14-də B variantı uyğun olar da. 15. На какие вопросы отвечают выделенные в предложениях слова? Deməli, burada sportsmenami sözü və мне sözü hansı deyir suala cavab verir. Burada свою da var. Так, sportsmenami biz deyə bilərik ki, kim? Kiminlə də. Sonra чью свою və кому мне. Deməli, E variantıdır. 16. Первые соревнования по велосипедному спорту были проведены где? В Париже в 1868 году, но этот спорт стал популярен только через несколько десятков лет. Да? Onda bizdə C variantı uyğundur. Дальше. 17. Определите правильный ответ. У каждого есть любимые книги, которые многому нас научили. Иногда хочется перечитать их так, как нас обрадует встреча с любимыми литературными героями. И мы еще раз вспомним мудрость тех, у кого когда-то учились жить. Так. Дальше. Я всегда привожу из своих путешествий сувениры. Mən həmişə deyir ki, səyahətlərdən suvenirlər gətirirəm. Так. Suvenirləri gətirirəm və onu deməli biz tamamlamalıyıq da. Я всегда привожу. Neynəmək üçün gətirirəm? Чтобы подарить их друзьям. Onları dostlarıma hədiyyə etmək üçün. Так, 19-da. 19-da соревнование по дзюдо состоится завтра на Олимпийском stadионе. Deməli, 19-da E variantıdır. 20-da. Кто-то любит жаркое солнечное лето. Составить текст нужно здесь. Deməli, mən bunu da oxuyum və tərcümə edeyim. Ondan sonra da tam aydın olacaq sizə də. Deyir ki, кто-то любит жаркое солнечное лето. Kimsə deyir, insanda elə insanlar var ki, günəşli
günləri xoşlayır, yay. Если те, кто хорошо себя чувствует осенью, elə insanlar var ki, payızda özlərini çox yaxşı hiss edirlər. Кому-то нравится холодная снежная зима. Kiməsə deyir, qış xoşuna gəlir, sevirlər. У каждого из нас есть любимое время года və hər birimizin sevimli fəsli var deyə. İndi bunu düzgün şəkildə deməliyik də. У каждого из нас есть любимое время года. Кто-то любит жаркое солнечное лето. Кому-то нравится холодная снежная зима. Есть и те, кто хорошо себя чувствует осенью. Deməli, burada onda 20-də D variantı da подходит. Дальше. Burada диалогда. Ты часто ходишь на спортивные соревнования? İdman yarışlarına tez-tez gedirsənmi deyə soruşur və biz də deməliyik ki Да, я часто хожу на спортивные. Bəli, mən tez-tez gedirəm. Какие виды спорта тебе нравятся больше всего? Hansı idman növləri sənin xoşuna gəlir ya da sevirsən? Biz də deməliyik ki, мне очень нравится волейбол и футбол. Deməli, onda 21-də D variantı uyğundur. Дальше. 22. Библиотека открывается после полудня. Burada уже məntiqlə biz işləməliyik. Deməli, biblioteka открывается после полудня nə deməkdir? Kitabxana günortadan sonra açılır. Günortadan sonra. Deməli, они не смогут пойти в библиотеку к 3 часам. Onlar saat 3-ə deyir ki, kitabxanaya gedə bilməzlər. Дальше. Мы сможем взять все нужные книги после обеда. Deyir ki, biz deməli, nahardan sonra kitabları ala bilərik. Он сможет пойти в библиотеку утром. O səhər gedə bilər. Она не сможет взять толковый словарь в 5 часов вечера. O deyir ki, saat 5-də gedib lüğəti götürə bilməz. Niyə? Çünki burada niyə bu gəlmir? Deyək də belə. Çünki bu düz deyil. Niyə? Çünki saat 5-də axı demiş, burada deyilir ki, günortadan sonra açılacaq. Yəni, getsə götürə bilər. Sonra вы сможете пойти в читальный зал в 9 часов утра. Siz deyir, gedə bilərsiniz biz da, yəni saat 9-da axı deyilib ki, günortadan sonra deyə. Yəni, burada da məntiqə uyğun olan biblioteka открывается после полудня. Günortadan sonra açılırsa və ən uyğunu hansıdır? Мы сможем взять нужные книги после обеда. Obeddən sonra yəni də, obeddən sonra biz lazımlı olan kitabları ala bilərik. Yəni bu cümləyə uyğundur bizdə. Так. 22B. Və gəlin indi keçək bizim mətnimizə keçək. Mətni oxuyum mən və tərcümə edim uşaqlar. Sonra da o bir sualları da yazarıq. Если вы летите самолетом в первый раз, сначала внимательно изучите билет. Əgər ilk dəfə təyyarə ilə uçursunuzsa, əvvəlcə bileti diqqətlə nəzərdən keçirin. Узнайте, включен ли в стоимость билета багаж, сколько килограммов можно взять с собой бесплатно. Bagajın biletin qiymətinə daxil olub-olmamağını və özünlə neçə kilogram yükü pulsuz götürə biləcəyinizi öyrənmək lazımdır. Есть рейсы, на которые можно брать с собой только одну сумку və deyir ki, elə reyslər var ki, oraya özünüzlə yalnız bir çanta götürə bilərsiniz. Дальше. В аэропорт надо приезжать за 2-3 часа до вылета. Aeroporta uçuşdan 2-3 saat əvvəl gəlmək lazımdır. Регистрация на рейс заканчивается за 40 минут до вылета. Рейса qeydiyyat uçuşsa 40 dəqiqə qalmış başa çatır. В аэропорту нужно найти табло, на котором указано время отправления рейсов. Və deyir ki, aeroporta reyslərdən giriş vaxtını göstərdiyi tablonu tapmaq lazımdır. На нем есть строка с номером вашего рейса. Orada sizin reysinizin növbəsində olan deməli bir sətir var.
Там же указано время вылета и направление və orada eyni deməli, belə deyək də, eyni yerdə uçuş vaxtı və istiqamət də qeyd olunur. Дальше. Uказатели в аэропорту помогут найти нужную стойку регистрации. Aeroportdaki göstəricilər sizə lazım olan qeydiyyat masasını tapmağa kömək edəcək. Bilet попросят при регистрации. Bileti də, deməli, qeydiyyat zamanı təqdim etmək lazımdır. Есть международные авиакомпании, которые зарегистрируют вас только по паспорту, потому что информация о билете хранится в базе данных. Və deyir ki, deməli, elə beynəlxalq avia şirkətlər var ki, sizi yalnız pasportla qeydiyyata alacaqlar, çünki bilet haqqında məlumatı bazasında saxlanılır. Есть и авиарейсы, на которые можно зарегистрироваться в интернете. Və deyir ki, elə aviareys var ki, onları interneti vasitəsilə, deməli, siz qeydiyyatdan keçə bilərsiniz. Дальше. На номер мобильного телефона высылается посадочный талон, который нужно показать во время регистрации на свой reys. Və deyir ki, belə deyək də, mobil telefon nömrəsinə minik talonu göndərilir və həmin talonu öz reysinizə qeydiyyat zamanı göstərmək lazımdır. Необходимо сразу уточнить, из какого терминала ваш вылет. Uçuşunuz hansı terminalda olduğunu dərhal dəqiqləşdirmək vacibdir. Терминал – часть аэропорта, в котором пассажиров регистрируют на рейс, осуществляют паспортный и таможенный контроль, выдают bagaj. Terminal da nədir? Aeroportun sərnişinlərin, belə deyək də, reysə qeydiyyata alındığı, pasport və gömrük nəzarətindən keçdiyi bagajın verildiyi bir hissədir. В аэропорту внимательно следите за вещами, деньгами и документами. Aeroportda deməli əşyalarınıza, pulunuza, sənədləriniz qarşı çox diqqətli olun. Перед тем, как пройти таможенный контроль, сложите вручную кладь документы, часы, гаджеты, кошелек, ключи. Və deyir ki, gömrük nəzarətindən keçərkən əvvəl sənədləri, saatı, gadgetlər, pul hissəsi, açarları əl yükünə qoyun. Ondan sonra обязательно проверяйте, все ли вы забрали после прохождения контроля. Və nəzarətdən keçdikdən sonra hər şey götürdüyünüzü mütləq yoxlamaq lazımdır. Belə. Və gəlin indi keçək bizim, deməli, 23-cü sualımıza. 23-cü sualda belədir, uşaqlar. Так. Определите основную мысль текста. Əsas ideya. Так. Söhbət burada uşaqlar həqiqətən də, bax, mən oxudum və tərcümə edəndən sonra belə deyək də, onu tuta bilirsiniz ki, o qədər də çətin olmursa. Yəni, burada hava limanındakı davranış qaydaları bizə öyrətdilər. Biz onu bildik ki, necə özümüzü orada aparaq. Və əlbəttə ki, нужно знать правила поведения в аэропорту. Ümumi olaraq variantını biz götürə bilirik. Какое утверждение не соответствует содержанию? Mətnə uyğun deyil. В терминале аэропорта проверяют паспорта пассажиров. Düzdür. Указывается время вылета и его направление. Terminalda yox. Burada уже deməli B variantında burada tapa bilərik. Терминалда часть аэропорта, в котором пассажир регистрируется на рейс, осуществляется паспортный, таможенный контроль и выдают bagaj. Görürsünüzmü? Так. Deməli, bizdə уже B burada. Выдается багаж пассажиров, bəli. Осуществляется таможенный контроль, bəli. Происходит регистрация пассажиров на рейс, тоже bəli. Все. Deməli, B variantı bizdə uyğun deyil. Дополните предложение информации из текста. Если информация о билете хранится в базе данных, то burada belə bir deməli cümlədir ki, yəni bazada, belə deyək də, bazada yox, olacaq, deməli, əgər bilet məlumatları verilən bazasında saxlanırsa, onda, belə deyək, onda nə olur? Tak. Onda avia şirkət sizi yalnız pasportunuzla qeydiyyatdan keçirəcək. Eləmi? Tak.
Сейчас посмотрим. Хранится в базе данных. Если международный авиакомпания, который зарегистрирует вас только по паспорту, потому что информация о билете хранится в базе данных. Правильно. Deməli, авиакомпания зарегистрирует вас только по паспорту. Правильно. 26-da. Что помогут найти указатели в аэропорту? Və deyir ki, aeroportdakı işarələr sizə nəyi tapmağa kömək edir? Biz də bilirik ki, bizə deməli, gəlin elə tapaq. Указатели в аэропорту. Так. Указатели в аэропорту помогут найти нужную стойку регистрации. Qeydiyyatdan, deməli, qeydiyyat olunan yeri də masanın. Deməli, bizdə onda C варианта. Нужную стойку регистрации. C вариант. Дополните предложение информации из текста, заменив в ответе не менее 2 слов. Heç olmasa 2 söz belə deyir ki, dəyişməyə lazımdır. При изучении билета необходимо узнать, сколько килограммов багажа. Burada da deyir ki, bileti araştırarkən, yəni də belə deyir, neçə kilogram bagaj olduğunu öyrənməlisiniz. Так, при изучении билета. Mətndən baxaq. Узнайте, включен ли в стоимость билета багаж, сколько килограммов можно взять с собой бесплатно. Yani pulsuz nə qədər siz keçirdə bilərsiniz. Deməli, при изучении билета необходимо узнать, сколько килограммов багажа можно перевозить в самолете без оплаты. Yani ödənişsiz də без оплаты. Orada бесплатно yazılıb, biz də без оплаты deyə sinonimlə deməli əvəz etdik. 28-də. Ответьте на вопрос, выразив свое мнение не менее чем в 3 предложениях. Хотели бы вы путешествовать по миру? Deməli, 3 cümlə olaraq ifadə etməliyik ki, dünyanı gəzmək istəyərdinizmi deyə sual və həmişəki Cimin öz deməli yazmışam cavabın. Я мечтаю о путешествиях. Путешествие – цель моей жизни. Я хочу посетить новые страны, потому что хочу увидеть красивые уголки нашей планеты. İdeya olarak bu şekilde de yazdım ben. Да, я хотела бы путешествовать по миру. Это помогает узнать новые культуры и традиции. Путешествия делают жизнь интереснее и ярче. Все. Bu şekilde videonu dayandırıp yazabilirsiniz uşaqlar. Так, и 29-da. Deyir ki, выпишите из 4-го абзаца текста слово, которое означает проверка, а также постоянное наблюдение в целях проверки. Deyir ki, yoxlama ya da elə belə deyək, yoxlama məqsədi ilə daimi olan bir monitoring. Nə deməkdir? 4-cü abzatsda deyir ki, o var. Tak. Kontrol sözü. Kontrol. Так, контроль. И 30-cü deməli bizim sualımız. Напишите из первого абзаца текста синоним слова цена. Qiymət ya da başqa cür birinci deməli abzatsda deyir var o söz. Стоимость. 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 Elə uşaqlar, bu kitabı da bitirdik. Sizə uğurlar. Kimə kömək eləyə bilirəmsə, əlbəttə ki, nə xoş mənim xalıma. Həmişə sizin üçün, belə deyim, vaxt taparaq mən bu kitabları paylaşacağım. Yəni, Allah bircə, belə deyək də, salamatçılıq eləsin. İnşallah, hər bir kitabı, hansı ki yeni kitablar olacaq, inşallah indi bax bu deməli cimi davam edəcəm. Çünki bunu dayandırmışdım, çatıra bilmirdim, həmin dərslərim var deyə ona görə və bu kitabı da davam edəcəm. Demək olar ki 2023-ün
cimi ilə eynidir. Orada yerləri dəyişikdir, biraz suallarda biraz dəyişikliklər var, amma demək olar ki, eynidir. Amma ona baxmayaraq mən bu kitabı da ayrıca sizinlə paylaşacağam. Ona görə də videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Sağ olun uşaqlar, görüşərik.